Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün son 3 gündə müsahibə mərhələsində, yəni oktyabr ayı ərzində verilən müsahibə sualları diqqətinizə çatdıracağam. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Kimlərsə ixtisasla bağlı icmallarda çətinlik çəkirsə, 051 644 31 54 nömrəsinə yazaraq icmalların hazırlanmasında bizdən dəstək ala bilər. Keçək ilk sualımıza. Deyir, motivasiya necə olmalıdır? Motivasiya şagirdin maraqlarına uyğun olmalıdır, müsbət olmalıdır və davamlı olmalıdır. Həm şagirdlərin həm daxili motivasiyasını öyrənmək həvəsi ilə artırmaq lazımdır, həm də xarici motivasiya, belə deyək ki, alqış, qiymət, mükafatlandırma dəstəklənməlidir. Burada əsas məqsəd öyrənməyə maraq yaratmalıdır. Yəni motivasiyanın məqsədi şagirdlərə öyrənməni köməklik göstərməlidir. İkinci bir sual. Valideyn odlu, alovlu içəri daxil olub, metodunuzu yanlış adlandırsa, nə edərsiniz? Dərs metodunuzun yanlış olduğunu desə, dərsin düzgün keçmədiyini desə, siz nə edərsiniz? İlk öncə valideyni sakitləşdirərik, sakit şəkildə valideyni dinləyərik, hörmətlə yanaşaraq metodlarımızın dövlət proqramına uyğun olduğunu, dövlət proqramına əsaslandığını izah edərəm. Yəni, valideynə izah edərəm ki, bu mövzunu, bu metodla keçirilməsi daha məqsədə uyğundur. Və sonra valideyni dərs prosesindən uzaqlaşdırıb, dərslə bağlı, metodlarımızla bağlı, görəcəyimiz işlərlə bağlı düzgün izah versək, valideyn də bu prosesdə başa düşəcək və bir də artıq belə bir yanlış dərs prosesinə müdaxilə etməyəcək. Növbəti bir sual. Formativ qiymətləndirmə nə üçün aparılır? Formativ qiymətləndirmə şagirdin gündəlik nailiyyətini izləmək üçün, inkişafını dəstəkləmək üçün, ona rəy vermək üçün aparılır. Məqsəd burada şagirdin irəliləyişini, yəni şagirdin hansı səviyyədə olduğunu, hansı səviyyədə irəliləyiş apardığını izləmək üçün. Formativ qiymətləndirmə məqsədi bundan ibarətdir. Yəni, formativ qiymətləndirməni ola bilər ki, sizə əlavə formada da suallar verirlər. Necə aparılmalıdır? Formativ qiymətləndirmə sual-cavab şəklində də apara bilərsiniz. Gündəlik təlim nəticəsinə uyğun olaraq qiymətləndirmə meyarı və meyarlar üzrə də səviyyələrlə dəyərləndirməni apara bilərsiniz. Növbəti bir sual. Konstruktiv rəy dərsin hansı mərhələsində vermək lazımdır? Ümumiyyətlə, konstruktiv rəyin xüsusi bir mərhələsi yoxdur. Yəni, konstruktiv rəy şagird, deyək ki, dərsin əvvəlindəsən və şagird bir neçə çalışma vermirsən, şagird çalışmada müəyyən qaydalara əməl edib, digərində yanlışlıq yol veribsə, bu zaman konstruktiv rəy verə bilərsiniz. Yəni, sırf o, belə deyək ki, dərsin sonuna konstruktiv rəyi saxlamaq da düzgün deyil. Dərsin gedişatında şagird təlim nəticəsinə uyğun biliklər əldə edibsə, o zaman konstruktiv rəyi vermək vacibdir. Yəni, xüsusi olaraq bunun bir mərhələsi yoxdur. Dərsin prosesində istənilən vaxt şagirdi konstruktiv rəy vermək olar. Növbəti bir sual. Diaqnostik qiymətləndirmənin nəticəsinə görə illik planlaşdırmada dəyişiklik etmək olarmı? Əlbəttə olar. Diaqnostik nəticələr müəllimlə şagirdin real səviyyəsini göstərir. Yəni, şagirdin real səviyyəsini göstərir və bu nəticələrə uyğun olaraq planlaşdırmada düzəlişlər etmək məsləhətlidir. Yəni, biz planlaşdırmamızı quran zaman real vəziyyətləri nəzərə almalıyıq. Yəni, sinifimizin səviyyəsinə uyğun planlaşdırmamızı da aparmalıyıq. Yəni, dəyişiklik etmək olar.
Növbəti bir sual. Deyir, valideyn şagirdə etinasız münasibət göstərərsə nə edərsiniz? Ümumiyyətlə, valideyn şagirdə etinasız münasibət göstərirsə, biz valideynlə ünsiyyət qurarıq ki, şagirdin, yəni uşağın dəstəyə ehtiyac olduğunu vurğulayarıq. Məktəb, ailə əməkdaşlığının vacibliyini izah edərik və həm də bir valideyn olaraq övladının təhsili ilə, övladına maraqlanması onun bir vəzifə borcu olduğunu diqqətinə çatdırarıq. Əməkdaşlığımızı gücləndirərik. O zaman şagirdə etinasız yanaşmaz və şagirdin dərsləri ilə də maraqlanar və bundan sonra müsbət bir irəliləyiş əldə etmək olar. Növbəti bir sual. Təlim nəticəsi nə zaman verirsən? Təlim nəticəsi dərsin sonunda verilir. Yəni biz təlim ilkin olaraq 6 standart, təlim nəticəsi, qiymətləndirmə meyarları, dərs prosesi gedir və şagird həmin nailiyyətlərə əldə etdikdən sonra təlim nəticəsi dərsin sonunda verilir və şagirdlər dərsdə nə qazandığını, hansı bacarıqların əldə olunduğunu artıq dərsin sonunda bilirlər. Birinci səviyyə üzrə rəy verin. Məsələn, bu hər bir müəllimə fərqli formada soruşula bilər. Yəni, deyək ki, kimya müəllimi, biologiya, coğrafiya, fizika istədiyiniz formada alt standartdan təlim nəticəsi çıxartmışsınız. Təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı və səviyyələr üzrə. Birinci səviyyəniz nədirsə, ona uyğun rəy verməyi bacarmalısınız. Məsələn, deyək ki, tapşırığın yerinə yetirməyə çalışdın, amma müəyyən çətinliklərin oldu. Daha yaxşı nəticə üçün biraz daha çox çalışmaq lazımdır. İlkin olaraq ən azından şagirdin uğurlarını qeyd eləməliyik. Yəni, hansısa uğurları varsa, düzdür, birinci səviyyə ilkin səviyyədir və zəif, aşağı qavramış şagirdlərə aiddir. Bu vəziyyətdə biz şagirdin ən azından uğurlarını deməliyik ki, dəyərlənməlidir şagird. Sonra səhvlərindən də nəticə çıxartmaq üçün istiqamət verməliyik. Növbəti bir sual. Bir şagird digərinə tapşırıq işləməkdə mane olsa nə edərsiniz? Deməli, şagirdin ilkin növbədə bizi nəzakətlə xəbərdarlıq etməliyəm. Lazım gələrsə diqqətini başqa tapşırıqlara yönəldərəm. Bu zaman şagirdin eyni zamanda da dərs prosesində özünün necə aparılması üçün bizim hər zaman dərs ilinin əvvəlində xüsusi qaydalarımız olmalıdır və o qaydalara hər bir şagirdin əməl etməyi vacibdir. Şagirdin diqqətinə çatdıraram ki, o zaman digər şagirdə mane olmaz. Əgər ki, mane olursa, mütəmadi olaraq ondan fərdi söhbət apararıq. Bu həm özünə ziyan olduğunu və şagird yoldaşına mane olduğunu, onun da təhsilindən, belə deyək ki, təhsilinə zərbələr vurduğunu onun diqqətinə çatdırarıq ki, bu zaman şagird artıq mane olmaz. Növbəti bir sual. Sevimli valideyniniz sizə yaxınlaşır və övladının yerini dəyişmək istəyir. Nə edərsiniz? Ümumiyyətlə, burada sevimli sözündən baxan, sevimli valideyn anlayışı yoxdur. Yəni, biz bütün valideynlərə bərabər şəkildə baxmalıyıq, eyni gözlə baxmalıyıq. Hər bir valideynə bərabər münasibət göstərilməlidir. Burada seçilsə, o zaman bərabər imkanları pozacağıq. Bu sözə görə, yəni, müsahibə mərhələsində son 2-3 gündə verilən sualların içərisində də bu diqqət çəkir. Biz hər bir valideynə bərabər münasibət göstərməliyik. Valideynin istəyini dinləyərəm, amma belə deyək ki, real vəziyyətə uyğun ayrı seçkilik etmədən qərar qəbul edərəm. Yəni, düzdür, övladın yerin dəyişilməsini istəyirsə, bu birinci yanlış məlumatdır. Məsələn, sevimli valideyn. Burada bərabər imkanları pozmaq olmaz qəti. Amma qaldı ki, ikinci məsələ, yenə valideyni sona qədər dinləyərəm. Real vəziyyətə uyğun olaraq qərar qəbul etməkdə bacarıram və ona uyğun da qərar qəbul edərəm. Növbəti bir sual. Valideyn sizin ayrı seçkilik etdiyinizi vurğulayır, nə edərsiniz? Ümumiyyətlə, sakit şəkildə valideyni dinləyərəm. Bütün şagirdlərə eyni münasibət göstərilir və
ayrı seçkiliyin nədən olduğunu soruşaram. Fikrini izah eləyə bilmirsə, bizim məktəbdə pedaqoji proseslərlə bağlı məlumat verərik. Məktəbdə ayrı seçkilinin olmadığını və hər kəsə eyni gözlə, eyni münasibətlə baxıldığını valideynin diqqətinə çatdıraram. Suallarımız bu qədər. Növbəti suallarda görüşənə qədər sağ olun, salamat qalın.